Bugün gənclərin təşəbbüsü ilə Bakının mərkəzində silahları üstümüzdən çəkin çağırışlı etiraz aksiyası keçirilib. Aksiya təşəbbüsü Facebook sosial şəbəkəsində başlayıb. Fəvvarələr meydanına təyin olmuş aksiya sonradan sahil bağına dəyişdirilib. Saat 3-də sahil bağında bir qrup gənc İsmailli oyaqdı, Bakı ona dayaqdı şüarları səsləndirməyə başlayıb. Onların sıraları genişlənib, 300-ə yaxın gənc İsmailli yatmayıb, qeyrətini satmayıb. Biz İsmailli sakinlərini dəstəkləyirik. İstifa, azadlıq şüarları səsləndiriblər. İsmailli yatmıyor, qeyrətini satmıyor. İsmailli yatmıyor, qeyrətini satmıyor. Silahları rədd edin, silahları rədd edin. Dinç etirazçılar necə ictimai əsas poza bilərlər? Rezin güllələr pozur, qaz bombaları pozur, fövqəladə halın özü pozur, çörək almaya gedəni döyənlər pozur. Bəli, biz də bugün orada öz dəstəyimizi veririk, İsmailli xalqına eşq olsun. İsmailli yatmıyor, qeyrətini satmıyor. İsmailli yatmıyor, qeyrətini satmıyor. İsmailli yatmıyor, qeyrətini satmıyor. İsmailli yatmıyor, qeyrətini satmıyor. Aksiyadan xeyli qabaq şəhərin mərkəzi meydan və küçələrinə toplaşan polislər aksiyanı dağıtmağa başlayıblar. Aksiyaçılara qarşı fiziki güc, zorakılıq tətbiq edilib. Jurnalistlərin peşə fəaliyyətinin yerinə yetirilməsinə ciddi maneçilik törədilib, onlara qarşı kobud davranılıb. Hətta polislərin yanında olan mülki geyimli şəxs pres gödəkçədə olan jurnalistlərin birinin üzünə tüpürüb. Bir yerə toplaşmağın mümkünsüz olduğunu görən aksiyaçılar şəhərin müxtəlif ərazilərinə səpələnərək etirazlarını davam etdiriblər. Dənizkənarı bulvarda etirazçılar müxtəlif şüarlar səsləndiriblər. Ali baş ölsün, cavab ver bizə. Ali baş ölsün, cavab ver bizə. Ali baş ölsün, cavab ver bizə. İsmailli oyandı, Bakı ona dayandı. İsmailli oyandı, Bakı ona dayandı. İsmailli oyandı, İsmailli oyandı. El çek bileden, el çek bileden, el çek bileden. İsmailli yatmıyor, qeyrətini satmıyor. İsmailli yatmıyor, qeyrətini satmıyor. Onlarla gənc fəal, partiya təmsilçisi, hüquq müdafiəçisi, jurnalist saxlanılıb. Saxlanılanların arasında Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmailova, Azadlıq qəzetinin müxbiri Şahvələt Çobanoğlu, First News az saytının müşahidə aparan əməkdaşı Zaur Rəsulzadə, hüquq müdafiəçisi İntiqam Əliyev, jurnalist və hüquq müdafiəçiləri Məlahət Nəsibova, İlqar Nəsibov, blogerlər Bəxtiyar Hacıyev, Emin Milli, Mürsəl Əliyev, video çəkiliş aparan Fuad Hacıyev və başqaları da var. Polis hüquq müdafiəçisi və jurnalist Emin Hüseynova reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Rasim Əliyevə qarşı zorakılıq edib. Onları kobudluqla itələyib. Hüquq mühafizə orqanının mülki geyimli əməkdaşının həbs edilənləri çəkmək üçün qaçan jurnalistləri itələməsi nəticəsində Yurt TV-nin operatoru, Obyektiv TV-nin jurnalisti Rəşad Əliyevlə toqquşub. Onların hər ikisi yerə yıxılıb. Nəticədə Obyektiv TV-nin jurnalisti Rəşad Əliyevin ayağı əzilib. Yurt TV-nin əməkdaşının isə video kamerası yararsız hala düşüb. Ver sumkamı, ver sumkamı. Ben burada insan hakları uğrunda hepsi olanları müdafiə etməyə gəlmişəm. Ben burada jurnalistlerin hakkını müdafiə etməyə gəlmişəm. Ağır olsun belə polisə, ağır olsun. Ağır ağır olsun belə polisə, ağır olsun. Yol ver, yol ver. Hükümet jurnalisti. Aç jurnalisti bu, bırak. Bırak beni! Bırak beni! Bırak Vurma. Azadlık bizdə! Azadlık bizdə! Azadlık bizdə! Azadlık bizdə! Azadlık bizdə! Qızayı da geliyor! Yaxşı, yaxşı. Bırak aç. Hey! Sen bir söz söyle. Apan başına, apanın başına. Tamam mı apanın başına? Götürün.
İlham Redmond! İsmailli yatmayıb, Bakıvana dayaqdır. Bizim davamız ləyaqət davasıdır. Tərbiyəsiz hökumətə qarşı davadır. Bu rejim İsmail cemaatini divan tutur. Biz Bakı buna etiraz ediyoruz. Bırakın da bir nefesim kesildi. İstifa! İstifa! Ağzını bırak. Yok buna yok. Gel dolu. Mursal Aliyev. Arka boşaldığın zaman İsmail'e mani olmayın. Baş olmaz. Baba ya yürü. Alışın burada. Nasıl? Nasıl? Takmasın. Taşı. Çektin yavaş. 200 Səmzadə tutuldu. Başqa Pərviz Geyil. Pərviz tam əmin deyil. Ay. Hey. Yeni Azerbaycan Partiyası seçimini yapamayacaq. Özünü təqdim eləyin. Sahib Kərimli, AXCP rəyasət heyətinin üzvü. Millətin üzərində yeri bəsinlər. Hüsəmi Cavid Aydınoğlu. Nida vətəndaş hərəkatı. Şükür olsun Nicat Vətəndaş Əmrəli Partiyası. Sağ olun, sağ olun. Xanım özünüzü təqdim eləyin. Pəncərəyə Nazlı. Davətində şəhid. Qeyd edək ki, gənclər aksiyadan qabaq onun siyasi xarakter daşımadığını və heç bir təşkilat partiya tərəfindən təşkil olunmadığını bəyan ediblər. Yanvarın 23-24-də İsmailli şəhərində etirazların yatırılması üçün polis göz yaşartıcı qazdan, rezin güllələrdən istifadə edib həbs olunanlar var. Gənc fəallar Bakıda silahları üstümüzdən çəkin adlı aksiya ilə İsmailli hadisələrinin qarşısının zorakılıqla alınmasına etiraz ediblər. Hangi sakımın patını? O adam kimi gedirəcək. Bu bir vətəndaş yapardılar. Nəyi? Vətəndaş. Getdi. Getdi. Şah.